Hazırda biz 20 yanvar ərazisindəyik. Bildiyiniz kimi Bakıdan Sumqayıta yeni avtobus zolağı çəkilib. Amma bu zolağın çəkilməsinə baxmayaraq sərnişinlər avtobusların azlığından şikayətçidirlər və gördüyünüz kimi burada sıxlıq yaranıb, sərnişin sıxlığı yaranıb. Bu vəziyyət sərnişinlər üçün də yollarda təhlükəli vəziyyət yaradır. Bakıda çəkilən avtobus zolaqlarının məqsədi sərnişinləri ictimai nəqliyyata təşviq edərək fərdi mini avtomobillərinin istifadəsini azaltmaq, bununla da yollarda sıxlığın qarşısını almaq idi. Lakin ictimai nəqliyyatdan istifadə edənlər də, elə özünün şəxsi avtomobili olanlar da bilir ki, yollarda sıxlığın azalması istiqamətində elə də gözə çarpan dəyişiklik yoxdur. Əksinə zolaqlar şəxsi mini vasitələrinin yolunu məhdudlaşdırdığından vəziyyətin pisləşdiyini iddia edənlər də var. Avtobusların isə həmişəki kimi gecikdiyi deyilir. Bəzi sərnişinlər isə bildirir ki, hətta 30-40 dəqiqə avtobus gözləyirlər. Avtobus gəldikdə isə minməyə yer tapılmır. Problemin ən aşkar şəkildə nəzərə çarpdığı ərazilərdən biri isə paytaxtın 20 yanvar və Moskva prospekti istiqamətidir. Rahat minmək olmur. Yəni neçə saatlarla burada vaxt olub ki, gözlədiyimiz olub. Yol zolağının çəkilməsinə baxmayaraq yenə də gecikmələr olur. Marşrut xəttə aydın məsələdir. Çox olsa daha yaxşı olar. Basa-basa minmək istəmirik. Avtobusun sayı azdır da yəqin ki. Çünki birbaşa Sumqayıta getmək istəyənlər çoxdur. Məsələn 500 nömrə də gedir, amma o belə deyə sərf eləmir də. Çünki çox dayanır. Bu birisi amma bu ekspres marşrutlar daha sərf eləyir. Çünki bir dənə Ceyranbatanda dayanır. Yarım saata Sumqayıta çatır, amma bu 500 nömrə 1 saata gedir çatır. Nə bilim, yoxdur da avtobuslar, cəmaət yığılıb, texnika yoxdur, nə bilim nə. Kameranı o tərəfə döndərsən, görəcəksən, qadınlar nə zülüm çəkir. Kişiləri qoy qırağa. Basa-basdır, girmək olmur marşruta. Hələ marşrutda da oturanlar da, şoferlər də hələ cəmaata da qarşı hələ çox aqressivdirlər. Sərnişinlərin dediyindən aydın olur ki, marşrutlara ayrılan avtobusların sayı yetərli deyil. Bəs avtobusların sayı lazımlı dərəcədə artırılmayacaqdırsa, ayrıca zolaqlar salıb digər mini maşınlarına məhdudiyyət yaratmaq nəyə lazım idi? Axı bu hal özü tıxaclara şərait yaradır. Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurum açıqlamasında bildirdi ki, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Stat. Moskva prospektinin Biləcəri inşa adlanan hissəsindən Həmdam Ağayev küçəsinədək olan hissəsində də avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı yaradılıb. Bundan da mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib. Təşkil edilən həmin zolaqla hərəkət edən marşrutların sayı 15-ə çatıb. Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 142, 158, 159, 170, 199, 500, 503, 508, 525, 594 Y2 nömrəli marşrutlar fəaliyyət göstərir. Bu isə Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edir. Bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir. Statın sonu. Lakin sərnişin avtobuslarının sayının yetərli olmaması və gecikmələrlə bağlı quruma ünvanladığımız sual cavabsız qaldı. Məlumdur ki, dünyanın böyük şəhərlərində ictimai nəqliyyatın səmərəli və rahat təşkili üçün avtobuslarla yanaşı həm də qatarlardan geniş istifadə olunur. Bakıda qatarları daha çox metroda görsək də, bəzi ekspertlər şəhərlərarası nəqliyyatda da qatarlardan istifadə edilməsinin tərəfdarıdır. 2015-ci ildən yenidən fəaliyyətə başlayıb, yeni qatarlar buraxılıb, amma düşünürəm ki, qatar sayı artırılmalı, interval azaldılmalı və sübh 6-dan gecə 12-yə qədər 15-20 dəqiqəlik sabit intervalla pik saatlarında biraz daha da qısaltmaq olar, əlaqə təmin olunmalıdır. Hal-hazırda Xırdalan Sumqayıt arası fəaliyyət göstərmir, çünki Pirşağı Xırdalan M1 M4 magistral yolu, dəmir yolunun kəsişən hissəsində tunel tikilir və yol bağlanıb. Düşünürəm, burada da müasir texnologiyalardan istifadə vacib idi ki, əlaqə kəsilməsin. İndi əlaqə kəsilmə səbəbindən sərnişin axını yönəlib əsasən avtomobil yollarına, avtobuslara və fərdi nəqliyyata. Xəttin çəkilməsi düzgün addımdır, amma təkcə xətt problemi həll etmir. Yeni xətt hərəkəti tənzimlənmək üçün vacib olsa da sərnişin problemini tək başına həll etmir. Çünki real rahatlıq yalnız avtobusların sayının artırılması ilə mümkündür. Sərnişinlər də illərdir davam edən sıxlığın nə vaxt azalacağını gözləyir. Musa Hüseynli, Orxan Balayev, APA TV.